Hörmətli həmkarlar və müdavimlər, dirənlər bu məsələni mənə yönləndirmişdilər. Orada şərti mənə fərqli demişdilər. Amma ki, indi fərqli bir şərt dedilər. Ona görə də mən istəyirəm ki, yeni bir izah çəkim bunlara. Deməli, bunun üçün biz nə edəcəyik? Deməli, karbon atomlarının sayı eyni olan bir atomlu spirt və karbon turşusu verib. Gəlin deyək ki, bizim spirtimiz CXH2X üstə gəlinsin 2O formuluna malikdir. Karbon sayıları eyni olduğuna görə spirt turşu üçün də CXH2XO2 formulu yazacağım. Zaten belə olur, özünüz də bilirsiniz. Və biz bilirik ki, bunların qarşılıqlı təsirindən spirtin üzərinə efir gələndə bizə verməlidir. Daha doğrusu üzr istəyirəm. Spirtin üzərinə turşu gələndə bizə verməlidir efir və 18 qram su. Əgər 1 mola görə hesablama aparıramsa. Onda CXH2 üstə gəlsin 2O formuluna görə 14x üstə gəlsin 18. Bunun da üzərinə gələcəm 14x üstə gəlsin 32. Bu turşunun ikinci yazdığım turşudur, birinci yazdığım spirtdir. Bunların kütləsi cəmi mənə efir verməlidir və 18 qram su verməlidir. Buradan efirin emirini və 18 qram su əldə edəcəm. 1 mola görə hesablama aparıram hələ ki. Buradan da hesablama aparsaq 28x üstə gəlinsin 50 bərabər olacaq efir üstə gəlsin 18 qrama. Buradan efirin kütləsi bərabər olacaq efirin nisbi molekul kütləsi, yəni 1 molun kütləsi başqa cür desək. Bərabər olacaq 28x üstə gəlsin 32. Yaxşı, efirin deməli hesabladıq 1 molun kütləsini. İndi efirin kütləsini hesaplayan sonra biz nə düşünürük? Bizə burada verib ki, 4,4 qram karbon turşusu 7,2 qram mürəkkəb efir veribdir. Bəs onda bizim karbon turşumuzun emiri neçə oldu? 14x üstə gəlsin 32. Bəs bu nə qədər efir veribdir bizə? 28x üstə gəlsin 32 qədər. Tənasib qrup adi bir tənasibdən tapırıq. 4,4-üm 7,2 verirsə 14x üstə gəlsin 32 də 28x üstə gəlsin deməli 32 verəcək. Buradan tənliyi həll eləsək, x-i tapacaq nə qədər? X-i 4 tapacaq. X-imiz 4-dürsə, bu x nəyə göstərir? Yəni, həm turşuda, həm də, həm spirtdə, həm də turşuda karbon sayı 4-ə bərabərdir. Onda x-i 4 tapmışamsa, gəlin efirin emirini hesablayaq. Efirin emirini necə hesablayarıq? Efirin emiri 28x üstə gəl 32 deyil. 28-i vuraram 4-ə, ilə 112, üzərində də 32 gələrəm. Efirimizin emiri olacaq 144. İndi efirimizin emiri 144-dürsə, bu 144 qram efir neçə mola uyğun gəlir? Əgər 144 qram efir 1 mola uyğun gəlirsə, onda 7,2 qram efir neçə mola uyğun gəlir? Təbii ki, 0,5 mola. Deməli, tapdıq ki, efirimiz 0,5 mol əmələ gəlib. Efirimiz əgər 0,5 mol əmələ gəlibsə, onda belə çıxır ki, bizim spirtimiz də 0,5 mol sərf olunmalıdır, turşumuz da 0,5 mol sərf olunmalıdır. Yəni, bizim götürülən spirtimiz əslində 0,5 mol sərf olunmalıdır. Və spirtimiz nə qədərdir? Spirtimiz 4 karbonlu spirtdir. Çünki x-i 4 tapmışıq. X-i 4 tapmışıq, spirtimiz 4 karbonludur. Desələr, efir neçə karbonludur? Əslində, efir 8 karbonludur. Çünki 4 karbonlu spirt və 4 karbonlu turşu 8 karbonlu efir yaratmalıdır. İndi bizim spirtimiz 4 karbonludursa, bunun formulu nə olacaq? C4H8 üstə C4H9OH, yəni C4H10O deyə bilərsiniz də. C4H10O-dursa, emirini hesablasaq 12-ni 4-ə vuracaq 48, üzərinə 10 gələcək, 10 da üzərinə 16 gəlsə, gələcək 74. Deməli, belə çıxır ki, 1 mol spirt götürülsəydi, o 74 qram sərf olunardı, amma 0,5 mol götürüldüyünə görə gəlin görək nə qədər sərf olunacaq. Bunun üçün 74-ü vuracam 0,5, eləcək 3,7 qram. Doğru cavab 3,7 qram olmalı idi.